Əziz qardaşlar, dəyərli bacılar, izzətli müsəlmanlar. Deməli, 2 gün qabaq bir video paylaşmışdım. Videonun əsas vurğuladığım məqam o idi ki, biz Quranı yaxşı öyrənməliyik ki, yaxşı oxumalıyıq, yaxşı öyrənməliyik ki, bizi din adına aldada bilməsinlər. Əziz qardaşlar, dəyərli bacılar, belə anladım ki, mən Quran daha yaxşı oxunmalıdır, daha yaxşı öyrənilməlidir deyəndə bunu dinləyən bəzi insanlar düşünürlər ki, əgər bu fikir səslənirsə ki, Quranı daha çox oxumalıyıq və daha yaxşı öyrənməliyik, bu artıq o demək ki, biz hədisləri qoyuruq bir kənara. Mən o cür insanları qınamıram, o cür düşünən insanları qınamıram. Çünki bu günlər cəmiyyətdə belə bir dəstə də var, hansı ki, bu dəstə Quran-ı Kərimi rəhbər bilir, amma heç bir hədisədə qəbul eləmir. Yəni bunu da vurğulayım ki, mən qəti şəkildə o fikri belə inkar eləyirəm. Heç bir halda bunu qəbul eləmirəm. Hədislər mənə görə, Allah Rəsulü Muhammed sallallahu aleyhi və səlləmin deməli bir həyatıdır. Onun Quranı necə yaşamasıdır, Quran ayələrini necə yaşamasıdır, onun bir həyat təcrübəsidir, praktikadır və biz bunu tamamilə kənara qoymaqla biz ancaq özümüzü çətin bir duruma sala bilərik. Necə ki, bu günləri ümumiyyətcə hədisləri qəbul eləməyən insanların da bu dinlə və Quranla və Quran ayələri ilə necə qarışıq bir durumda yaratdıqlarına da şahid oluruq. Amma hədisləri də kör-körana, yəni tamamilə gözümü yumum ki, elə bu hədisdir, mən bunu qəbul edirəm, bunun da tərəfdarı deyiləm. Çünki hədisi Quran təsdiq eləməlidir. Quranın ayəsi hədislə təsdiq olunmamalıdır. Hədisi Quran ayəsi təsdiq eləməlidir. Mən insanlara deyəndə ki, gəlin Quran-ı Kərimi daha yaxşı oxuyaq və daha çox öyrənək, bu demək deyil ki, mən deyirəm ümumiyyətcə biz hədisləri inkar eləyək. Çünki o yoldaş ki, yazır mənə, deyir, gəlin deyir, canlı açaq və baxaq görək, siz deyir, Qurandan hər şeyə cavab verə biləsiniz, yoxsa? Əlbəttə, nəinki cavabı Quran-ı Kərimdə var və mən o mövzunu əgər bilirəmsə, bildiyim bir mövzudursa, onu Qurandan cavab verərəm. Nəinki cavabı birbaşa Quran-ı Kərimdə yoxdur, onun da cavabını hədislə verərəm. Yəni, bildiyim bir hədis olarsa həmən mövzuya. Və yaxud da bir qardaş orada qeyd edir ki, Allah Rəsul deyir, bizə nəyə əmanət qoyub gedibdir? Nəyə əmanət qoyubdur gedibdir ki, şiələr deyirlər ki, Quranı və Əhl-i Beytə əmanət qoyub gedibdir. Sünnilər deyirlər ki, Quranı və sünnəni əmanət qoyub gedibdir. İndi hansı olur olsun, fərqi yoxdur da, istəyir bu cür deyiləni qəbul eləyək, istəyir o cür deyiləni qəbul eləyək. İstənilən halda Quran və onun yanında nəsə bir şey əmanət qoyubdur. Yəni, bir həyat praktikası, bir Əhl-i Beytin danışdıqları və yaxud da sahabələrin danışdıqları hamısı başımızın tacıdır. Hamısı Allah yolunda çalışan, vuruşan, Allah yolunda canı ilə, malı ilə cihad eləyən, Allah yolunda elmi ilə cihad eləyən kim olubsa Allah hamısından zaten razıdır. Biz də bir daha onlar üçün dua eləyirik ki, Allah onlardan razı olsun. Bu Əhl-i Beytdən də ola bilər, bu Allah Rəsulunun hər hansısa bir sahabələrindən də ola bilər. Hansı olursa olsun fərqi yoxdur. Yəni, Quranla yanaşı onları da bizə əmanət qoyub gedibdirsə, biz onların dilindən bu günlər danışılan çox mövzular var. Bu günləri elə hədislər danışılır ki, o hədisləri dinləyəndə baxırsan ki, nə olsun bu hədisi deyirlər ki, bunu güya ki filan kəs danışıbdır. Amma o hədis əgər Quran-ı Kərimə ziddirsə, mən o hədisin nə Əhl-i Beyt tərəfindən, nə başqa bir sahabə tərəfindən və yaxud da nəsə bir alim tərəfindən danışıldığını ümumiyyətcə qəbul eləyə bilmərəm və heç buna da inanmaram. Yəni, mənim buna inanmaq kimi də bir məcburiyyətim yoxdur. Mənim borcum, Allah qarşısında mənim borcum Allaha, onun mələklərinə, onun kitablarına, onun peyğəmbərlərinə və haqq hesab gününə iman gətirməkdir. Mənim Allah qarşısında olan borcum budur. Mənim Allah qarşısında borcum hər hansısa bir ədəbiyyata şəksiz, şübhəsiz inanmaq belə bir borcum yoxdur. Allah məni bununla mükəlləf, yəni belə bir şərt qoymayıb Allah mənim qabağıma ki, sənə din adına nə danışılsa, sən onun hamısına inanmalısan. Allah deyir ki, sən ayələri inkar eləməməlisən, ayələrə inanmalısan. Ayələri əlində bir dəlil kimi tutmalısan.
Ona görə kimsə mən bu şeylərə rastlamışam. Məsələn, şiələr deyir ki, imaməti qəbul eləmirsənsə, imamətə iman eləmirsənsə, sənin imanın naqisdir. Sünnilər deyir ki, sən əgər hədisi inkar eləyirsənsə, Allah Rəsulunu inkar eləmiş olursan, Allah Rəsulunu inkar eləyirsənsə, sən artıq imandan çıxmış hesab olunursansan və yaxud da sənin də imanın naqisdir. Amma belə bir şey yoxdur. Mən Allah Rəsulunu inkar eləmirəm ki, mən bugünkü gündə Allah Rəsulu adından Quran-ı Kərimə zid bir şey danışılırsa və mən əgər onu qəbul eləmirəmsə, həmd olsun Allaha. Mən kimsə məni kənardan, yəni imanın naqis kimi görə bilər. Mənə əsas olan Allah qatında mənim necə görünməyimdir. Allah yanında mənim hansı şəkildə görünməyimdir və kim kimi görünməyimdir. Və hər zaman da Quran-ı Kərimi öyrənək, Quran-ı Kərimi daha çox oxuyaq, Quran-ı Kərimi daha yaxşı öyrənək deyəndə bunu nəzərdə tutmuşam ki, biz Quran-ı Kərimi öyrəndikcə, biz Quran-ı Kərimi oxuduqca, biz qarşımızda bizə danışan insanların nədən danışdığını görəcəyik. Dindən danışır, yoxsa dinə əks olan bir şeyi gətirib bizə din adı altında təqdim eləmək istəyir. Biz bunu başa düşəcəyik. Quran-ı Kərimin belə bir sual vardı orada ki, Quranı tam dərk edəcək elm varmı bizdə? Və yaxud da biz Quran ayələrini necə başa düşə bilərik? Mən bu sualı çox eşidirəm. Axı biz deyir, axı Quranı oxuyub başa düşəmərik, Quranı oxuyub alimlər başa düşməzlər. Mən bununla bağlı çox sevdiyim bir ayə var. Həm də olsun, bütün ayələri sevirəm, amma çox sevdiyim bir ayə var. Uca Allah Ali İmran surəsinin 7-ci ayəsində belə bir məsələ buyurur. Ali İmran surəsinin 7-ci ayəsi. Kitabı sənə nazil edən odur. O kitabın bir qismi mənası aydın ayələrdir, muhkəm ayələrdir ki, bunlar da kitabın anasıdır. Kitabın anasıdır. Digərləri isə mütəşabi ayələrdir. Qəlblərində ərili olanlar fitnə fəsad törətmək və istədikləri kimi yozmaq məqsədi ilə mütəşabi ayələrin ardınca gedərlər. Halbuki onların yozumunu Allahdan başqa heç kəs bilməz. Dərin biliyə malik olanlarsa deyərlər, biz ona iman gətirdik, hamısı Rəbbimiz tərəfindəndir. Ağıl sahiblərindən başqa heç kəs bunu dərk edə bilməz. Əziz qardaşlar, dəyərli bacılar, Uca Allah Ali İmran surəsində deyir ki, bu Quran 2 hissədən ibarətdir. Bu Quran ayələri 2 hissəyə bölünübdür. Biri açıq aydın ayələrdir, digərləri mütəşabi ayələrdir. Digərləri mənası tam da aydın olmayan, indi o mütəşabi sözünü müxtəlif tərcümə edənlər var. Mənası aydın olmayan, oxşar, bənzər, hər nədirsə, yəni o sözün mənasına bu dəqiqə mən müdaxilə eləmirəm. Növbəti sətri sizə xatırladıram. Qəlblərində ərili olanlar fitnə fəsad törətmək və istədikləri kimi yozmaq məqsədi ilə mütəşabi ayələrin ardınca gedərlər. Halbuki onun yozumunu Allahdan başqa heç kəs bilməz. Mənim bir çox hallarda müsəlman insanlarla bu mövzuda belə gözəl şəkildə müzakirəm olubdur. Deyiblər ki, əgər Allah bir ayə nazil edibsə, mütləq ki, onun açıqlaması var və mütləq ki, onu insanlara açıqlayır. Mən o ayənin mütləq açıqlaması olduğunu